Dostlar, hoş gördük hər birinizi. Dostlar, Temu'dan gene paketim geldi. Biri gene gelir 4 güne kimi. Şimdi bu paketi açarım. Bu videoya da bakan olmasa o videoma 5-6 adam bakmıştı. Buna da az bakış geldi. İkisini de sileceğim. Açalım paketimizi görək ne var. Bir kameramızı düzeldik. Bir tane bu gelip. Bir tane bu gelip. Adı da yoktu. Başlayaq bundan. Əvvəlki videolarıma baxanların yadında olar. Belə bir kərpətin sifariş eləmişdim özümə. Elektrikçi kərpətini. Bunu kəsçimizin biri əlimdə gördü, o da istədiyini bunu ona gətirmişəm. Sonra bu. Görək bunda nə var. Bunun içində də yenə bu yoldaşımındır. Bu da yoldaşımındır. Adı bir şey yox, xəbərdə bu çıxdı. Niyə əzilib? Belə bir dəstə çıxdı içindən. Balaca bir dənə zaryadka ilə işləyən mini drill. Type-C zaryadka girişi var. Aha, işlədi. Bu düymeye basanda işləyir. Yəni 5 sürəti var. Bu düymə də geri sürətidir. Eyni yenə 5 sürətinə. İçindən nələr çıxır? Bu dənə USB Type-C zaryadka şnuru. Dostlar, bu arada Temu bəzi şeylərin zaryadka şnurunu yavaş-yavaş uzadır. Sonra bizim olmazsa olmazımız əlifba kitabımız gəlib. Neyse bu qalsın. İki dənə də belə kutu çıxdı içindən. Bu kutuların birində şkulkalar var. Bir dənəsini də göstəreyim. Baxın, belə xırda-xırda şkulkalar var. Neçə dənədir bilmirəm. 15-20 dənə var herhalde. İkinci kutumuzda ne var? İkinci kutumuzda dostlar belə neçə dənədir? 4 dənə dəlici sverlo var. Sonra
5 dənə yonğucu ucluqlar var. Oyucu, yonğucu, nə bilim nə. Sonra bir dənə belə bir şey var. Bir dənə də bu var. Hə, bunun üstünə əngək şkurkalar keçir. Baxın, bu şkurka bunun üstünə keçir. Sonra 2 dənə belə balaca pıçqası var. Sonra bir dənə belə bir ucluğu var. Buna da mı şkurka keçir, yoxsa buna mı keçir şkurka bilmirəm. Sonra bir dənə belə bir ucluğu var. Pambıq kimi şeydir, bu nədir bilmirəm. Sonra 5 dənə belə yəqin ki almaz olar da, bunlar almaz ucluqlar. Bir də 6 dənə də beləsi ucluq bağlama aparatları gəlir. Fərqli ölçülərdə. Dostlar, bunun birini belə bir şey düzəltdim. Baxın, bu pıçqıyı, bunun burasında şurpu var. Şurpu açıram, pıçqıyı oraya qoyub yerinə bağlayırım. Bununla nəsə bərkidim azca. Heç nə kəsif yoxlamayacağım, eləcə yoxlamaqdan ötürü eləyirəm. Belə işləyir. Bu birinci sürəti, bu da dayandı. Ümumi 5 sürətdir. Bunu sökməkdən ötürü də baxın, bu düyməyə basılı tuturuq. Keçdi yerinə. Ondan sonra bunu boşaldırıq biraz. Bunu çıxardırıq. Keçiririk məsələn başqasını. Ya da burada nəzik uclardan da göstəreyim bir ikisini. Məsələn, tutaq ki, bu dəliciyi bağlamaq istəyir. Bu dəliciyi bağlamaqdan ötürü bunu açırıq. Bunun içində belə bir aparatı çıxır. Baxın, burada mən bayaq 6 demişdim, bir də içindən çıxdı 7 cürmüş. 7 cür aparatı var, 7 ölçülü. İndi biz nə qayırmalıyıq? Baxın, bu dəliciyi, bunları yoxlayırıq, bir hasına uyğun gəlir. Məsələn, buna uyğun gəldi. Buna uyğun gəldi. İndi bunu yerləşdiririk buraya. Üstündən bunu bağlayırıq. Gene bu düğmeye basılı tuturuq. Sonra dəlicimizi. İndi bunu sıxaq. Bu qədər. Beləcə işlədirik. Geri hərəkəti də var, geri sürəti. İrəli də işləyə bilir, iki tərəfə də işləyə bilir. Başqa aparatlar da var. İndi onları bilmirəm nədən ötürdü. İşlətdikcə bir öyrənəcəm, bunu özümə görə gətirmişəm. Bəzi şeylər də lazım olacaq. Burada bir sürü şeyler var, bunun almazları. Bir sürü fərqli uclar göndərilir. Baxın, 4 dənə deşəndir, dələn.
5 dənə beləsi ucu almazlıdır, nədir bilmirəm bu. Sonra gene var. 2 dənə pıçqıdır. Eyni ölçülü pıçqılardır. Bunlar yəqin ki şüşə değişməkdən ötürü olar. Hələ gene var, onu da göstəreyim sat. Bu arada dostlar, qiyməti bunun 25 lar idi, 26 lar idi. Belə bir qiyməti var idi. Belə bir yoğucu ucluqları da var. Beş dənə də yoğulan ucları var. Nə iş görürlər, nə yoğururlar, bunlar bilmirəm. Bunu gərək internetdən baxam. Belə dostlar, hələlik bu videomuzda belə oldu. Salamat qalın, gələn videomuzda görüşərik.